Aktyor Azər Axşam Bakıda hava limanında başına gələn hadisəni izləyiciləri ilə bölüşüb. Demokrat AS xəbər verir ki, aktyor Duty Free'dən alış-veriş etdiyini, amma kobudluqla qarşılaşdığını bildirib. O qeyd edib ki, ətri səhv alıb və dəyişmək istəyəndə icazə verməyiblər. Bakıda Duty Free'dən ətir almışam, amma sonra anlayırsan ki, səhv almısan. Qayıdırsan ki, bunu dəyişim, başqasını götürürəm. Səhv olub, insansan, səhv almısan. Oranın işçiləri deyirlər ki, qətiyyən mümkün deyil. Siz nə danışırsınız? Nə qaytarmaq, nə də dəyişdirmək mümkündür. Sənə bu lazımdır, lazım deyil, götürməlisən. Sistemə vurmuşuq, çox maraqlıdır bu cür hal. İnsan səhv edə, səhv ala bilməzmi? Küçədən, kənar yerdən almamışam. Çek də əlimdədir. Bunu götürün, başqasını verin. Diqqətli olun, Bakıda heç nə almayın.